Qatari Azərbaycanlı Bahanca. Nikol Paşinyan niyə 4-cü respublika yaratmaq istəyir? Azərbaycanın qarşıya qoyduğu tələbləri yerinə yetirmək üçün. Amma əgər ölkəmizdən danışırıqsa, tarixə baxmalı və ümumiyyətlə Ermənistan Respublikasının necə yarandığını anlamalıyıq. Bunun üçün 17-ci əsrə qayıtmaq lazımdır. O dövrdə erməni xalqı bu ərazini Rusiya imperiyasının siyasəti sayəsində əldə etmişdi. Həmin vaxt Rusiyanın əsas rəqibləri Osmanlı Türkiyəsi və Böyük Britaniya idi. Bu ölkələrlə məsələləri həll etmək üçün Rusiya erməniləri bu bölgəyə köçürməyə başladı. Düzünü desək, 1828-ci ildə ruslar bura daxil olanda, bugünkü Ermənistanın ərazisinin cəmi 20% ermənilərlə məskunlaşmışdı. Onların da əhəmiyyətli hissəsini boşalar, yəni qaraçılar təşkil edirdi. Ermənistan müsəlman dünyasının içində Rusiya siyasətinin pazına çevrilməsi məqsədilə yaradılmışdı. Amma heç bir xalq paz olmaq istəmir. Bütün xalqlar normal dövlət kimi yaşamaq və qonşuları ilə sülh içində münasibətlər qurmaq istəyirlər. Ermənistan isə əvvəldən bu rolu yerinə yetirmək üçün formalaşdırılmışdır.